Salam əziz məktəbli dostlar və mən izləyən valideynlər. Bugün Monitoring 9-da riyaziyyat bölməsini izah edəcəm. Sual 31-ə baxaq. Deyir ki, 1 metrin 5də 2 hissəsi neçə santimetrdir? Biz əvvəlcə nə etməliyik? Bilməliyik ki, 1 metr neçə santimetrdir? 1 metr 100 santimetrdirsə, biz o zaman 100-ü bölürük 5-ə və vururuq 2-yə. 100-ü 5-ə böləndə eləyir 20, 20-ni də 2-yə vuranda eləyir 40. Deməli, 1 metrin 5də 2 hissəsi 40 santimetrdir. Sual 32. 42 metr üstəgəl 300 metr üstəgəl 2000 millimetr ifadəsinin nəticəsi neçə metr olar? Əvvəlcə biz bunları eyni bir uzunluq vahidinə çevirməliyik. Mən düşünürəm ki, burada ən yaxşısı bütün uzunluq vahidlərinin santimetrə çevrilməsidir. 1 metr 100 santimetrdirsə, bizə cavab deməli metrlə verilibsə, metrə çevirməliyik. O zaman 42 metr olduğu kimi qalacaq. 300 santimetr, uşaqlar, neçə metrdir? Ən kiçik uzunluq vahidimiz biz bilirik ki, millimetrdir. Daha sonra gəlir santimetr, sonra gəlir desimetr, sonra da metr. Mən hələ ki kilometri yazmıram. Bizə hələ ki bura qədər bəs eləyər. Sıyı oxşadım. Aha. İndi görək, 300 santimetri metrə çevirəndə neçə metr olacaq? Biz bilirik ki, kiçikdən böyüyə doğru getdikdə sıfırların sayı azalır, yəni bölürük. Mən görürəm ki, santimetrdən desimetrə gedəndə 2 dənə körpüdən keçirəm. Deməli, santimetrdən metrə gedəndə arada əgər 2 sıfır varsa, deməli 300 santimetri 100-ə böləcəyik. Və ya da 2 sıfır siləcəyik. Qalacaq 3 metr. 2000 millimetrdən də, baxın, deməli, metrə gedəndə burada 3 dənə körpü keçilir. 1, 2, 3. Deməli, 3 sıfır silinəcək. Qalacaq 2 metr. 42-nin üzərinə 3 gələndə eləyir 45. 45-in də üzərinə 2 metr gələndə edir 47 metr. Cavab D variantı. 4də 2 metr ipək lentin 5də 1 hissəsi neçə santimetrdir? Əvvəlcə tapmalıyıq ki, 4də 2 metr neçə santimetrdir? Bunun üçün yenə biz bilirik ki, 1 metrimiz 100 santimetrdirsə, 100-ü bölürük 4-ə, vururuq 2-yə. 100-ü 4-ə böləndə 25, 25-i də 2-yə vuranda 50 edir. 4də 2 metr ipək lent neçə santimetr imiş? Santimetrə çevirdikdə biz, çünki bizdən cavabı santimetrdən istəyir. Elə də 50 santimetr. İndi deyir ki, bunun 5də 1 hissəsi neçə santimetrdir? Yenə də 50-ni bölürəm 5-ə eləyir 10, vururam 1-ə edir 10. Yəni aşağıdan da yaza bilərəm. Sadəcə ehtiyac görmədim yazmağa. Deməli, bölək 5, vuraq 1, bərabərdir 10 santimetr. Perimetri 96 santimetr olan kvadratın tərəfini tapın. Gəlin baxaq. Əgər biz perimetri 96 santimetr olan kvadratın tərəfini tapın. Biz bilirik ki, kvadratın perimetrinin düsturu deməli 4 vur A-dır. Burada bərabərliyi yaza bilmədim. 4 vur A-dır. Əgər bizə perimetri verilibsə, yəni biz yazırıq 4 vuraq A bərabərdir 96. Əgər perimetri biliriksə, o zaman
tərəfi, yəni A-nı tapmaq üçün 96-nı böləcəyik 4-ə. 96-nı da 4-ə böləndə eləyir 10, eləyir 24. Cavab D variantı. Sual 35-də. 875 metr çıx 5-də 4 kilometrin ifadəsini hesablayın. Əgər bizə cavablar metrlə verilibsə, 875 metr olduğu kimi qalır. 5-də 4 kilometri biz çeviririk metrə. Bunun üçün biz bilirik ki, 1 kilometrimiz 1000 metrdir. Ona görə də 1000 metri mən bölürəm 5-ə. Eləyir 200. 200 də vururuq 4-ə, eləyir 800. 800 metr deməli 5-də 4 kilometr. 5-də 4 kilometr neçə metr idi? 800 metr. 875-dən də çıxırıq 800-ü, qalır 75 metr. Cavab C variantı, B variantı. Şəkildə verilmiş fiqurun sahəsini kvadrat vahidlə ifadə edin. Əvvəlcə biz tam rənglənmişlərə baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. 14 dənə tam kvadrat var. Bu ikisi birlikdə 15, bu ikisini də birləşdirsək 16. 16 kvadrat vahid sahəsi. Cavab A variantı. Düzbucaq formasındakı qutunun eni 4 cm, perimetri 24 cm-dir. Qutunun uzunluğunu tapın. Qutunun uzunluğunu tapın. Deməli, burada bir balaca yolumuz uzundur. Deməli, bizə uzunluq verilib. Amma eni verilməyib. Daha doğrusu eni verilib, uzunluq verilməyib. Deməli, uşaqlar, əgər bizə eni verilibsə, bir də perimetri verilibsə, biz uzunluğunu tapmalıyıq. Biz bilirik ki, bütün tərəflərin cəmi bizə nəyi verir? Perimetri, yəni 24 cm verir. Bir en 4 cm isə digər en də 4 cm-dir. 4-ün isə 4 gəlində 8 eləyir. Mən bunu 3 formada yazmışam, amma ən qısa formasını izah edəcəm. 4-ün üstünə 4 gələndə eləyir 8. Mən 24-dən bu iki tərəfin cəmini 8-i çıxanda qalacaq deməli 16. 16 bilirsiniz nədir uşaqlar? Bax, bu uzunluğun, iki uzunluğun cəmidir. Bu iki uzunluğun cəmi 16 eləyir. Yəni mən 24-dən, yəni perimetrdən 4 ilə 4-ün, yəni enlərin cəmini çıxsam, qalır 16. 16 isə qalan bax bu iki tərəf var uzunluq. Onun uzunluğudur. O iki tərəfin uzunluğu ümumilikdə cəmi 16 cm-dirsə, mən 16-nı iki tərəf arasında, iki uzunluq arasında bölsəm, hər tərəfə 8 cm düşür. Yəni bu tapşırığımızın qısa formasıdır. Baxın, 4-ün üstünə 4 eləyir 8, 24-dən də 8-i çıxırıq, eləyir 16, 16-nı da bölürük 2-yə. Uşaqlar, burada mən bunun deməli, düsturla da, tənliklə də formasını yazmışam ki, biz bilirik ki, perimetrin düsturu P bərabərdir 2 vur A, mötərizdə A üstə gəl B-dir. Bunun da açılışı ümumilikdə necə olur? P bərabərdir A üstə gəl A, yəni 2A nə deməkdir? 2 dənə A-nın toplanması. Üstə gəl 2B nə deməkdir? 2 dənə B-nin toplanması deməkdir. Burada bizə verilib nə? Düsturun özündə 2 var idi. Uzunluq verilib. Enini bilmirik, B yazmışıq. Perimetrimiz də 24. 2 burada bizim üçün vuruq. Bu məhsul vuruqdur mötərizənin içi ümumilikdə. Bu isə hasildir. Məhsul vuruğu, yəni 4 üstə gəl B-ni tapmaq üçün hasili məlum vuruğa, yəni 2-yə bölürük. 4 üstə gəl B bərabərdir 12 eləyir. İndi bu nə oldu? Toplanan cəm. Məhsul toplananı tapmaq üçün cəmdən
Məlum toplananı çıxırıq. 12-dən də 4-ü çıxanda necə eləyir? 8. Yəni yenə də 8 aldıq nəticə olaraq. Sadəcə birini tənliklə, birini də sadə formada yazmışam. Düzbucaqlı formasındakı xalçanın uzunluğu 6 santimetrdir. Düzbucaqlı formasında bir xalça verilib, bunun uzunluğu 6 santimetrdir. Deməli, hər iki tərəf 6 santimetrdir. Mən uşaqlar belə yazanda çox əziyyət çəkirəm ekranda. Aha. Deməli, sahəsi isə 18 kvadrat metrdir. Xalçanın enini tapın. Əgər uzunluğu 6-dırsa, sahəsi də 18 kvadrat metrdirsə, sahənin düsturu necə idi? A vur B bərabərdir S, yəni sahə. Sahə verilib 18, A da verilib 6. 18 6-ya bölürük, tapırıq ki, eni 3 santimetr, 3 metrdir. Baxın, burada da artıq həm düstur, həm də tənlik kimi qısa formada yazmışam. Perimetri 48 metr olan 3 eyni kvadrata yan-yana qoymaqla alınan düzbucaqlının sahəsini tapın. Aha, bu çox maraqlıdır. Uşaqlar 3 dənə kvadratdır. Baxın, 1, 2, 3. Bunları yan-yana qoyublar və bir düzbucaqlanıb, görürsünüz. Bizə də əvvəldə nə demişdi? Demişdi ki, hər kvadratın perimetri 48-dir. Əgər perimetri 48-dirsə, biz onun tərəfini tapmaq üçün 48-i bölürük 4-ə, tapırıq ki, həmin kvadratların tərəfləri, baxın, bu iç tərəf də əslində qalsa 12-dir uşaqlar. Sadəcə biz hələ ki onun nəyinə baxmalıyıq? Ancaq çölünə baxırıq. Bizə çöl lazımdır. Aha. Deməli, nə demişdi? Perimetri 48 metr olan 3 eyni kvadratı yan-yana qoymaqla alınan düzbucaqlının sahəsini tapın. Deməli, biz bildik ki, bu kvadratların tərəfləri 12 metrdir. Bu da 12 metrdir. Üçüncü də 12 metrdir. Və bizdə uzunluq nə alındı? 36 metr. Nə qədər olmuşdu? 12 metr. Çünki kvadratsa bütün tərəfləri bərabərdir. Sadəcə olaraq biz 3 dənə kvadrata yan-yana qoyduğumuz üçün mən hər kvadratın tərəfini topladım ki, 3-ü birləşəndə onların tərəfləri eləyir 36, yəni uzunluq hissəsi. Sahəsini də tapmaq üçün alınan, baxın, burada bir dənə düzbucaqlanıb. 36-nı vururam 12-yə, yəni uzunluğu enə vururam, tapıram ki, alınır 432 kvadrat metr. Cavab A variantı. Şəkildəki figurun perimetri neçə santimetrdir? Deməli, 15 santimetr buradır. Uşaqlar, baxın, bu töv hissə. Bura isə 8 santimetrdir. Mən çatışmayan, bax, bu hissə var, bu hissə. Tapmaq üçün nə edəcəm? Baxın, mən buradan əgər bu hissəni tamamlasaydım, bura bütövlükdə nə olmuş olardı? 15 olmuş olardı. Bizə 15-in 8 santimetr olan hissəsini veribsə, deməli, baxın, bu tərəf nə qədər olacaq? 7 olacaq. Aha. Bura uşaqlar, əgər bu hissədən mən belə düz bir şey çəksəydim, ümumiyyətlə nə qədər olacaqdı? 17 olacaqdı. Çünki axı uzunluqlar bərabər olardı. Amma bizə 8 verilib, 17-dən də bu 8-i çıxanda neçəsi qalır? 9-u. Deməli, bu hissə də 9 santimetrdir. Mən santimetri yazmağa ehtiyac görmürəm burada. İndi biz perimetri tapmaq üçün bu tərəfləri toplayacağıq. 17-nin üzərinə 15 gəlir, eləyir 32. 32-nin üzərinə 8 gəlir, eləyir 40. 40-ın üstünə 7, 47. 47-nin üzərinə 9, 56. 56-nın da üzərinə 8 eləyir 64. Cavab D variantı. Düzbucaqlının eni 7, uzunluğu isə bundan 8 cm çoxdur. Əgər eni 7-dirsə, uzunluğu bundan 8 cm çoxdursa, yəni 15 cm-dirsə, sahəsini tapmaq üçün nə edəcək? S bərabərdir, A vur B-dir.
A vur B. Burada A 15, B 7 ise 15'i 7'ye vuranda eləyir 105. Cavab D variantı. Görün burada əgər yazmışamsa baxa bilərsiniz. Bəli. Baxın burada D variantını da yazmışıq. Həllini də. 43-ə baxaq. Hesablayın. Şöyle 1 sentner biz bilirik ki 100 kiloqramdır. 6 sentner 600 kiloqramdırsa 600'ün də üzərinə bizə cavab kiloqramla verildiyi üçün uşaqlar biz kiloqramla tapmalıyıq cavabı. 6 sentner 6 sentner 600 kiloqramdır. 600'ün də üzərinə 10 kiloqram gələndə burada olur 610 kiloqram. Üstə gəl 12 sentner eləyir 1200 kiloqram. Çünki 12'ni vururuq 100'ə. 1 sentnerimiz 100 kiloqram idi çünki. 1200 kiloqramın da üzərinə 45'i gələndə eləyir 1245. Cavab C variantı toplayırıq. Eləyir 1855 kiloqram. Tapşırıq 44'ə baxaq. Bu da maraqlıdır. Verilən fiqur neçə vahid kuba bərabərdir? Baxın, mən yandan baxanda görürəm ki, burada 1, 2, 3 dənə var. Sonra baxın, bu 4, bu 5, bu 6, bu da 7. Aha. Mən görürəm ki, baxın, bu 8'dir. Bu 9'dur. Bunun da aşağısında bir dənəsi var, 10'dur. Sonra 11, 12, 13. Baxın, bu biraz əvvəlki bunun böyründəydi uşaqlar. 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23. Uşaqlar, baxın, biz bu hissəni görürsünüz buranı. Bu hissəni hələ saymamışıq. 24. Baxın, burada neçə dənədir? 1, 2, 3 dənə deyil. Eyni ilə 3 dənə də arxadadır. 24, 25, 26 olmalıdır. Baxın, bu hissə ilə bu hissənin arasında, bax bu hissədə aşağıya doğru 3 dənə var. Yəni, arxa tərəfdə qalıb görünmür. Yəni, ümumilikdə 26 kub var. 320 litr suyun 4'də 2 hissəsini 5 litrlik qablara boşaldıldı. Suyun 4'də 2 hissəsi. Mən nə edirəm? 320'ni bölürük 4'ə, vururuq 2'yə. Bərabər 324'ə bölündə 80, 80'i 2'yə vuranda edir 160 litr. Və deyək ki, 160 litrlik bu suyu da, yəni 4'də 2 hissə idi bu, 5 litrlik qablara boşaldıldı. 160'ı da 5 litrlik qablar arasında bərabər böləndə eləyir 32. Deməli, 160 litr su üçün bizə 32 dənə 5 litrlik qab lazımdır. 24 tonu kiloqramla ifadə edin. 1 ton 1000 kiloqramdırsa, 24'ü 1000'ə vuranda eləyir 24.000. Boş xanaya uyğun ədədi müəyyən edin. 5'də 4 dəqiqə neçə saniyədir? Biz bilirik ki, 1 dəqiqə 60 saniyədirsə, o zaman 60'ı bölürük 4'ə, vururuq. Üzr istəyirəm, 60'ı mən tələsdim. Bunu 5 eləyim. Deməli, 60'ı bölürük 5'ə, məxrəcə, sonra vururuq surətə. Vururuq 4'ə. Bərabərdir. 60'ı 5'ə böləndə 12 edir. 12 edir. 12'ni də 4'ə vuranda 48 edir. Deməli, boş xanaya uyğun ədəd 48. Yəni, 5'də 4 dəqiqə 48 saniyədir. Cavab D variantı. Bu da maraqlı uşaqlar. Deyir ki, 604 saniyə bərabərdir A dəqiqə B saniyəyə, 389 saniyədə bərabərdir C dəqiqə D saniyəyə. Bunu əsasən A, B, C, D-nin cəmini tapın. Deməli, mən bunu buraya yazmışam.
Baxın uşaqlar, 604 60-a bölmüşəm. Yəni ona görə belə bölmüşəm ki, tam göz qabağında olub aydınlaşsın. 604 dəqiqəni niyə 60-a bölmüşəm? Bir dəqiqə baxım. Nə idi bu? Saniyə. Çünki 1 dəqiqə 60 saniyədir. 60-a böldüm. Burada tapdığım 10, yəni 604 saniyənin 10 dəqiqə, qalan qalğı isə neçə saniyə olduğunu göstərir. 4 saniyədə onun qalığı idi. 389-u 6-ya böləndə tam 6 dəqiqə 29 saniyə düşür. Və mən bunların da hamısını toplayanda eləyir 49. Yəni A 10-dur, B 4-dür, C 6, D isə 29-dur. Toplayanda cavab eləyir 49. B variantı. Bax, hər biri 6 kiloqram olan 240 qutu yağın 4-də 3 isə satıldı. Hər biri 6 kiloqramdır və 240 qutu var. Əvvəlcə nə edirəm? 240-ı vururam 6-ya. 240-ı 6-ya vuranda eləyir 1440 kiloqram yağ. Baxın ha, bu ümumi çəkisidir yağın. Yağ idi, aha. Mən yağın ümumi çəkisini tapdıqdan sonra yağın deyək ki, o həmin o 1440 kiloqramlı yağın 4-də 3 hissəsi satıldı. Mən bunun üçün 1440-ı bölürəm 4-ə, vururam 3-ə. Tapıram ki, satılan, baxın bu 1440-dan satılan 1080 kiloqramdır. Sonra bizə deyir ki, nə qədər yağ qaldı, neçə kiloqram yağ qaldı. Ümumi yağdan da satılan yağı çıxanda tapırıq ki, 360 kiloqram yağ qaldı. Cavab C variantı. Cədvələ hansı saat yazılmalıdır? Deməli, cədvələ qalır 15 dəqiqə. Mən bilirəm ki, saatın tamamı üçün çatışmayan 15 dəqiqəm var. 95-dən çıxıram 15-i. 15 dəqiqəni bura əlavə eləyəndə olur saat 7:00. 7:00. Aha. Mən 95-dən 15-i çıxanda qalmışdı 80. Əlbəttə ki, mən 7:80 yaza bilmərəm. Yəni 7 saat, 7:80 deyə bir saat yoxdur. Bu 80-də nə var? Bir dənə 60 dəqiqə var. 60 dəqiqə 1 saatdır. Həmin o 1 saatı əlavə eləyəndə bura, burada olacaq saat 8. 80-dən axı mən 60 dəqiqəni çıxmışdım. Yerdə qalmışdı 20 dəqiqə. Deməli, saat 6:45-dən 95 dəqiqə sonra olacaq saat 8:20. Deməli, saat 8:20 olacaq. Sürəti 65 km/saat olan avtomobil 5 saat ərzində nə qədər yol gedər? Sürəti biz V ilə işarə edirik və bilirik ki, V 65 km/saatdır. Mən indi km/saatı yazmıram. Yenə də yazdım. Aha. Yəni, sürəti 65 km/saatdır və deyir ki, 5 saat ərzində nə qədər yol gedər? T bərabərdir 5. S bərabərdir. Deməli, biz gedilən yolu necə tapırdıq? Gedilən yolu vururduq zamana. Bərabərdir. 65-i 5-ə vuranda eləyir 325. Sürət verilib, zaman verilib, gedilən yolu tapmaq üçün sürəti zamana vururuq və 325 kilometrdir. Yəni yol gedəcək. Bir şəhərdən o birinə 75 km/saat sürətlə hərəkət edən avtomobil 4 saat getdikdən sonra biz bilirik ki, bu 4 saat gedib. Bunun üçün bizə nə verilib? Nə deyir? Baxın. Deməli, sürəti 75 km olanda 4 saat gedib, 4 saat yol gedib və 4 saata 300 km yol gedib. Sonra deyir ki, 4 saat 75 km/saat sürətlə 4 saat yol getdikdən sonra, yəni 300 km getdikdən sonra sürətini 14 km/saat artırıb.
Sürətini əgər sürəti nə qədər idi? 75. 14 kilometrdə artırdıqdan sonra sürətin olur. Onun sürəti 89 km/saat. Artıq onun yeni sürəti budur. Deyir sürətini 14 km/saat artırdıqdan sonra 6 saat yol getdi. Mən tapıram ki, o sürəti artırandan sonra nə qədər yol gedib? Bunu tapmaq üçün S bərabərdir V vur, yəni yeni sürətini vurur gedəcəyi zamana. Tapıram ki, 534 kilometrdə sürətini artırandan sonra gedib. Bizdən nəyə soruşur? Məncə soruşur ki, ümumilikdə nə qədər yol gedib? Mən S1-i, hansı ki, sürəti 71 olanda getdiyi yol olan 300-lə, yəni S1-i, S1-dir. S2-ni, yəni sürətini artırandan sonra getdiyi yolu, yəni 534 toplayıram, tapıram ki, o 834 kilometr yol gedib. Cavab C variantı. Burada tənliyi həll etməkdir. Görün, buraya yazmışam. Aha, yazmışam. Deməli, məchul toplananı tapmaq üçün cəmdən məlum olanı çıxırıq. Eləyir 730. Cavab B variantı. Deməli, hərəkətin hansı növü təsvir edilmişdir? Burada əks etmədir. Yəni, elə düşünün ki, aynaya baxıb, yəni öz əksinizi görürsünüz. Bu əks etmədir. Hansı şəkil K hərfinin 270 dərəcə sağa dönməsini göstərir? Burada cavab C variantıdır. Yəni, bunu necə təyin edirik? Baxın, elə düşünün ki, bu, yəni, ilk K hərfinin ilk halıdır. Əgər aşsa, yəni bu, deyək ki, dönsə, ağzı aşağıda olacaq və bu artıq 90 dərəcə dönmüş olacaq. Daha sonra mən bunu sildirəm buradan. Əgər bu Q hərfi, yəni bu digər tərəfdən ayağa qalxsa, baxın, bu formada olacaq. Və belə. Yəni, bunu ayağa qaldırsaq, yenə də 90 dərəcə dönmüş olacaq. 90 dərəcə, 90 dərəcə. Elədi 180 dərəcə. 180 də biz 270-dən də yenə 180-ə çıxsa qalacaq 90 dərəcə. Biz 190 dərəcədə dönməliyik. Əgər bu K hərfi bir dənə də dönsə, artıq elə bilin ki, yıxılacaq yerə. Və ağzı göyə baxacaq. Cavab C variantı. Ümid edirəm ki, başa düşdünüz. Bu bir balacada, yəni gözünüzə canlandırmaqla, beyninizə təsvir etməklə bağlı bir şeydir. Məktəblilər hər cərgədə 24 nəfər olmaqla 19 cərgə düzülmüşlər. Bu düzülüşdə cəmi neçə şagird var? Deməli, 19 cərgə, hər cərgədə 24 uşaq varsa vuracağıq. 24-ə 19-a, 9 da 4-ün 36 eləyir. Ya B-dir, ya da C. 9 da 4, 36. 3 ya da 9 dəfə 2, 18. Bir dəqiqə mən burun belə vurmasam alınmayacaq. 19. 9 da 4-ün 36. 3 ya da 9 dəfə 2, 18. 3 dəfə, düz 18. 18-in də üstünə 3, 21 eləyir. Bir dəfə 4-ün 4, bir dəfə 2, 2. Toplayanda eləyir 6, 5, 4. 456. Cavab C variantı. Bölünən ən böyük 4 rəqəmli cüt ədəddir. Bölünən ən böyük 4 rəqəmli cüt ədəddir. Mən buraya yazmışam bölünən, bölən, qismət. Bölünən ən böyük 4 rəqəmli cüt ədəddirsə 9999-dur. 98-dir, çünki cüt deyil. Bölən 75 olarsa, qismət və qalığın cəmi neçəyə bərabər olar? Bölən 75-dirsə, mən bölürəm, tapıram ki, qismət 133-dür. Qalıq isə 23-dür. Qismətlə qalığı toplayıram, eləyir 156. Cavab D variantı.
Rəngsəz aşağıdakı sxemdə verilən evin divarlarını rəngləyir. Deməli, mətbəx, koridor və yəni koridor dəhliz deməkdir həm də qonaq otağı. Mətbəxin perimetrini tapın. Perimetrini tapanda düzbucaqlının perimetri necə idi? P bərabərdir. Yox, uşaqlar bu kvadrat formasındadır, çaşdım. Baxın, 23 bu tərəfdir, 23 buradır. 17 ilə 6-nı toplayanda, baxın, bütövlükdə burada 23 olur və deməli, bax, bu qarşı tərəfdə 23-dür. 23-ü 4-ə vuracağıq burada. 23-ü 4-ə vuraq. Bərabərdir. 92 edəcək. Mətbəxin perimetri 92. Niyə? Çünki perimetrin düsturu kvadratda P bərabərdir. 4 vur A-dır. Burada bizim tərəfimiz 23-dür. 23 4-ə vururuq. Daha sonra da ki, koridorun sahəsini tapın. Sahəni tapanda düzbucaqlının sahəsinin düsturu necə idi? S bərabərdir A vur B. Aha, burada elə düşündüm, mən vurma yazdım. Eni, baxın, bax bu enidir koridorun. Uzunluğu da bu hissəsidir. Burada uzunluğu. Uzunluğu 31-dir, eni isə 17-dir. Mən 31-i vururam 17-yə. Bərabərdir. 500 527. 527 oldu koridorun sahəsi. Qonaq otağının perimetrini tapın. Qonaq otağının perimetrini tapmaq üçün qonaq otağı bu hissədən ibarətdir. Bu 22 olan hissədən. Sonra bu 23 olan. Sonra bax, bu 6 var ya, bu 6-dan. Sonra bu 13-dən. Bir divarı olacaq burada 28. Qonaq otağının digər divarı da olacaq 54. Mən nə edəcəm? Bunların hamısını toplayıram. Baxın, toplayıram. Tapıram ki 160.